214'ə baxaq. 214'də A-nı kökün altına salsaq, burada qarşıya mənfi atacağıq ki, yəni bunun mənfi A-nın 2 bölünsün A. A-lar ixtisar gedir. Mənfi, mənfi 2A. Bu misal uşaqlar tanış gəlir. Sanki əvvəl olub. İsə bu misal oxşayar, misal olub deyəsən. Davam edək. 215'də ifadənin qiymətini tapın. Kvadrata yüksəldirib birinci 3 minus kök adda 5 çıxacaq kvadratdan. Sonra üstə gəl müxtəsər mod düsturuna görə A üstə gəl B kvadratı düsturunun açılışını yazıram. Bu bizə nə verir? Birincinin kvadratı üstə gəl. Birinci ilə ikincinin hasilinin 2 misli. Yəni 3 minus kök adda 5 və 3 plus kök adda 5. Sonra üstə gəl ikincinin kvadratı. Burada gördüğünüz kimi kök altılar çıxacaq. Kök altılar çıxanda bizə qalacaq 3 minus kök adda 5 üstə gəl. 3 minus kök adda 5, 3 plus kök adda 5, 9 minus 5'dir. Yəni kök altında 4, kök altında 4'dən də 2 çıxır. 3. İndi gəlin baxaq. Buradan bizə nə görürsünüz? Bax, kök adda 5, biri mənfidir, biri müsbət. Getdi 0-a. 3 üstə gəl, 4 üstə gəl, 3. Bizə neçə verir? 6'ın üstünə 4 gələndə 10. D variantı. Eyni qaydada 216'da da kvadrata yüksəldəcəyik. Birincinin kvadratından ilə kök altı 4 minus kök adda 7 çıxır. Üstə gəl 2 vurulsun. 4 minus kök adda 7, 4 plus kök adda 7. Üstə gəl, sonra ikincinin kvadratı. İndi burada yenə baxırsınız. 4 minus plus getdi bunlar 0'a, daha doğrusu kök adda 7. Minus plus 0'a getdi, qaldı 4. 4 üstə gəl 2, kök adda 16'dan 7 çıxanda nə eləyir? 9. Üstə gəl 4, yəni 4 üstə gəl 2 vur 3, üstə gəl 4. 4'ün üstünə 6, 10, onun da üstünə 4, 14 var Y variantında. Deməli belə. Bu yazıldı. İndi burada 217'də birinci məxrəci irrasionallıqdan azad etməliyik. Yəni kök adda 3 üstə gəl 2'yə vurmalıyıq. Onda surətimiz də kök adda 3 üstə gəl kök adda 2 olacaq. Və bu bizə nə verəcək? Kök adda 9 çıxız, yox, 3'ün kvadratı çıxılsın kök adda 2'nin kvadratı. Yəni 3 minus 2 verəcək. Kökün altından çıxır. Burada isə kökün altında qalıb kök adda 3 üstə gəl kök adda 2 mi? Məxrəcin 1 olduğunu görürsünüz. Surətdə qalan lazımdır bizə. Bir kökün altındadır. Kök adda 3 üstə gəl kök adda 2. Yəqin B-ni elə yazmaq istəyiblər. Yarımçıq düşüb. B variantıdır. 218'də burada da məxrəci irrasionallıqdan azad etmək üçün A minus B-yə vururlar. İndi şundadır ki, burada bir yox, A minus B-yə vurmayaq. Çünki A minus B-yə vurmaq bizə heç nə vermir buradan. Nəsə verirmi? Laf A minus B-yə vurduq. A kvadratı minus B kvadratı alınacaq. Variantlara baxaq. A minus B-yə vurmaq bizə heç nə vermir. Baxın. A minus B. Buranı da vuraq. A minus B-yə. Kök altında. Yox. Bəs kvadrata yüksəlsək. Kvadrata yüksəlsək. Kvadrata yüksəltməkdən olacaq. Heç nə. A üstə gəl B məxrəcdə. A üstə gəl B-nin kvadratı surətdə və bu da ixtisar gedir. A üstə gəl B qalır. Sadəcə cavabda yoxdur. Niyə kök altında qalır ki? Bilirsiniz niyə kök altında? Kvadrata yüksəlsə, onsuz da təzədən
Kvadrata salmalıyıq. Ən yaxşısı kvadrata yüksəltmirik uşaqlar. Usta yenidən kvadrata yazmalıyıq. Gəlin A üstə gəl B-ni kök altında ifadə eləyək. Baxın bu şəkildə. Eyni kökün altındadılar. Bölməsi eyni olacaq. Qalacaq kök altında A üstə gəl B. A variantı. 219. Aşağıdakı ədədlər cütündən hansı əks ədədlər? Əks ədədlər işarəcə fərqlənən ədədlərdir. Baxın, işarəcə fərqlənən ədəd. 8 minus kök hətta 3 bizdən. Əslində burada A variantı olduğu görünür. B variantına aidiyyəti yoxdur. Başqa hesablar alınır. C variantında surət və məxrəci 8 minus kök hətta 3-ə vursaq. Bax, yəni məxrəci rasionallıqdan azad etmək üçün. Surət və məxrəci kök hətta 8 minus 3-ə vursaq. Bizə nə verəcək? Kök hətta 8-in kvadratı çıxılsın 3-ün kvadratı. Məxrəcdə 8 minus 3. Bu da bərabərdir. 8 minus 9. Kök hətta 8 minus 3. Və mənfi 1 alındığına görə, hə, 3 minus kök hətta 8, 30. Bu sizi çaşdırmasın ha. Burada 8 minus kök hətta 8'dir. 8 minus kök hətta 3'dür. Amma digər bərabərliyin vənin sağında isə 3 minus kök hətta 8. Bu da deyil. Burada surət və məxrəci kök hətta 7 minus 5'ə vursaq. Kök hətta 7 minus 5'ə vursaq. Burada da alınmayacaq əslində. İstəyirsiniz sizin üçün lap izahlı yazım. Baxın. Kök hətta 7'nin kvadratı çıxılsın kök hətta 5'in kvadratından məxrəcdə 2 qalır. Surətdə 7 minus 5. Bunun əks ədədlərə heç bir aidiyyəti yoxdur. Burada da surət və məxrəci 12 minus 5'ə vursaq, kök hətta 12 minus. Surətdə qalacaq kök hətta 12 minus 5. Məxrəcdə kök hətta 12'nin kvadratından 12. 12 çıxılsın 25'dən mənfi 13. Bu da hansısa bir hesabdır da. Yəni, burada ifadənin əksinə heç bir aidiyyəti yoxdur. Əks görünür A variantında. Yəni, bunun qarşısına mənfi qoysaq vədən sonrakinin qarşısına 8 minus kök hətta 3 kimi yaza bilərik. Yəni, yerlərini dəyişdim. Bir də demişdik ki, əks ədədlər işarəcə fərqlənən. Biri mənfi olanda digəri müsbət və ya müsbət olanda mənfi olan ədədlərdir. Eyni zamanda burada A-nın aidiyyəti yoxdur. B-də Y-nin də aidiyyəti yoxdur. Əslində hələ ki tapmaq olmur. Onda bir-bir vurub tapaq. Burada kök hətta 8 plus kök hətta 3'ə vurmalıyıq. Burada da kök hətta 8 plus kök hətta 3. Məxrəcdə kök hətta 8'in kvadratından kök hətta 3'ün kvadratı 5 qalır. Məxrəcdə 5 qalır. Surətdə kök hətta 8. Bu da hər hansı bir hesabdır. 8 minus kök hətta 8 minus kök hətta 3'ün əksi demək deyil. Burada vuraq kök hətta 5 minus 2, kök hətta 5 minus 2. Surətdə qalıb kök hətta 5 minus 2. Məxrəcdə kök hətta 5'in kvadratı 5, çıxanda 2'nin kvadratı 4, 1 eləyir. Həqiqətən də C variantında görürsünüz, əks alınır. Yəni C variantında alınanın qarşısına mənfi qoysaq 2 minus kök hətta 5 deməkdir. İşarəcə fərqlənir C variantıdır. 221'də deyir hesablayın. Bunların hesaplamanı yorun. Gəlin bir-bir izah edeyim. Çünki qarma qarışıqdır bu. Birinci kəsir. Baxın, birinci kəsirdə izah edəcəm. Surət və məxrəci rasional, daha doğrusu məxrəci rasionallıqdan azad etmək üçün surət və məxrəci kök 2 üstə gəl 1'ə vuracam. Məxrəcdə görürsünüzmü nə alınır? Kök 2 kvadratı minus 1. Surətdə də qaldı kök 2 üstə gəl 1. 2'dən 1 çıxanda usta 1'dir. Kök 2 üstə gəl 1 qaldı. Deyən görünməyək bir dəqiqə. Bizim məxrəcimiz üstə gəl 1 idi. Üstə gəl 1 idisə, surətimiz minus. Kök 2 minus 1 qaldı. Bunu yazıram bunun surətinə. Kök 2 minus 1. Surətinə yazıram deyəndə ki, qalan budur. Yəni, bu kəsirdən bu qaldı. Eyni zamanda ikinci kəsirdə də kök 2 minus 2 ilə vursaq, buradan qalacaq kök 3 minus kök 2. Bu biri kəsirdə qalacaq kök 4 minus kök 3. Bu tərəfdə 100 minus kök 99. İndi siz fikir verirsinizmi burada nə baş verib?
Baxın nələr gedib sıfıra. Kök 2-lər mənfi müsbət. Kök 3-lər mənfi müsbət. Sonra eyni zamanda kök 4 də olacaq ortada. Gedəcək mənfi müsbət. Və sonda qalan görürsünüz 99 ilə da gedəcək 4. Hamısı gedəcək. Bizdə qalacaq burada mənfi 1 qalıb. Mənfi 1 üstə gəl kök 100. Kök 100 də aydındır ki, nə çıxacaq? 10 çıxacaq. 9. C. 222-də baxın. 6-nı yazırıq. 8-i necə yaza bilərik? Kök altda 4 vurulsun 2 kimi, eləmi? Buradan 2 çıxır da, 2 kök altda 2. Üstə gəl, 12 nədir? 4 vurulsun, kök altında 4 vurulsun 3 kimi yazsaq, 2 çıxacaq kökün altından, 3 qalacaq. 24 də 4 vurulsun 6 olduğuna görə kökün altında 2 çıxacaq, kök altda 6 qalacaq. İndi görün buradan bizə nə aydın olur. Deməli, 6 üstə gəl 2-ni çıxara bilərik mötərizə xaricinə. Kök altda 2, üstə gəl kök altda 3, üstə gəl kök altda 6. Və uşaqlar, burada deməli, bu nəyə oxşayır? Bu bir dənə müxtəsarlama düsturu var. Bəlkə də bəziləriniz bilirsiniz. 3 ədədin kvadratı cəmi düsturu var ki, bu necədir? Bunun açılışı. Birinci ədədlərin öz kvadratlarının cəmi, sonra üzərinə gələcək 2 vurulsun bir-birinə hasili. A, B, B, C, sonra hansını vurmamışıq? A-nın C-ni. Mötərizənin içində toplama olduğuna görə yerlərinin fərqi yoxdur. Hansı əvvəl, hansı sonra yazılır. Bu düsturdur. Bu düstura necə gətirə bilərik? Deyə bilərsiniz ki, müəllim, bunu necə əlaqələndirdiniz? Baxın, bu altını ayıra bilərik. Ayıra bilərik. 1, üstə gəl 2, üstə gəl 3. Kök altda 1, kök altda 2, kök altda 3-ün cəminə oxşayırmı? Kvadratlar yəni cəminə. Baxın, burada hissi oxşayır bu. Üstə gəl 2, kökün altında 2. Yəni kök altda 2 vurulsun kök altda 1-dən, bəli, kök altda 2 çıxa bilər. Kök altında 3, kök altda 3-ü vursaq kök altda 1-ə, bəli, kök altda 3 çıxa bilər. Kök altda 6, kök altda 2 ilə kök altda 3-ün hasili. Gördünüzmü? Bu müxtəsarlama düsturudur. Deməli, hansı ədədlərin kvadratları düsturudur? Kök altda 1, üstə gəl kök altda 2, üstə gəl kök altda 3-ün kvadratıdır kök altında. Buradan da aydın ki, ədədlərin özü çıxır, yəni C variantı. Yəqin ki, aydın oldu. Birazca qəliz idi. Çox da yox, biraz qəliz idi. Sonra baxırıq 223-ə. Ədədin tam hissəsini tapın. Tam hissə nədir? 5. Kök altda 3 nəyə yaxındır? 2 ilə, kök altda 1 ilə 4 arasında. 1 tam təxminən 1 tam onda 7, 2 tam %89-dur da. Təxminən 1 tam onda 7 çıxır. Təxminən. Bu da eləyir 3 tam onda 4. Tam hissəsi neçədir bunun? 3. Yəni A variantı.